Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərim. Xoş gördük hər birinizi. Bugünkü videomuzda 2016-cı ilin 1-ci qrup sınaq üçün A variantı testlərinə baxırıq. Başlayaq. 26-cı sual. Doymuş buxar bir halından 2 halına keçən zaman təzyiq necə dəyişir? Biz bilirik ki, doyan buxarda temperatur sabit olan halda T konstantı olarsa, P, rho və N dəyişməz. Bunlar da sabit olar. Burada da 1-dən 2-yə baxırıq ki, T sabitdir. Yəni izotermik prosesdir. Onda izotermik proses, izotermik sıxılmadır da bu. İzoterm olduğuna görə, T sabit olduğuna görə P də dəyişməz. Ona görə cavab Y. 27. Şəkildə cismin təcilinin ona və təsir edən qüvvədən asılılıq qrafiki verilmişdir. Ona təsir edən qüvvədən, təcilin qüvvədən kütlənin hesablamaq. Kütlənin hesablamaq üçün F-i sadəcə A-ya bölmək lazımdır. 5 bölünsün 2/5, cavab 2 kiloqram C variantı. 28. Radioaktiv parçalanan nüvələrin nisbi sayının zamandan asılılıq qrafiki verilib. Hansı halda yarım çevrilmə periyodu ən böyükdür? Bunu da biz dərsdə geniş-geniş danışmışdıq. Amma burada qısa şəkildə deyəcəm ki, burada 5-cinin yarım parçalanma periyodu ən böyükdür, 1-cininki isə ən kiçikdir. 29. İki cisim arasındakı məsafəni 2 dəfə artırdıqda onlar arasında qravitasiya cazibə qüvvəsi F bərabərdir J M1 M2 bölünsün R kvadratı. R-in kvadratı ilə tərs asılıdır. Məsafə 2 dəfə artanda F2-nin kvadratı dəfə azalır. Yəni 4 dəfə azalır. C variantı doğru cavab. 30. Taxta üzərindəki tircik dinamometrin köməyi ilə üfüqi istiqamətdə dartılır. Tircik sükunətdə qalan halda dinamometrin göstərişi hansı fiziki kəmiyyətin moduna bərabərdir? Əgər sükunətdədirsə, təbii ki, sükunət sürtünmə qüvvəsinə bərabər olacaq. C variantı doğru cavab olur. Gedək 31-ə. Verilmiş fotokatod üçün voltamper xarakteristikaları verilmişdir. A və B qrafiklərinə uyğun hansı fiziki kəmiyyətin qiyməti eynidir? Baxıram, A və B-nin hər ikisinin U saxlayıcısı eynidir. U saxlayıcı eynidirsə, kinetik enerji eynidir, tezliyi eynidir. Vahid zamanda qopan elektronların sayı isə şüalanma intensivliyindən asılıdır. Ona görə də burada 1 və 2 doğru cavab olacaq A variantı. Bu eyni deyil. 32. Modulca eyni sürətlə hərəkət edən iki cisimdən biri A nöqtəsindən B nöqtəsinə yarım çevrə boyunca T1 müddətinə, digəri isə AB düz xətt üzərində T2 müddətinə gəlir. Bu, deməli, işləyənlər bilir, toplu sualıdır. Topluda bu sualın eynisi var. 2 dənə düzdür orada. Deməli, başlayaq. Birinci halda zaman nədir? İkinci halda zaman nədir? Baxaq. Deməli, bunlar eyni sürətlə hərəkət edir. Zamanı tapmaq üçün biz getdiyi yolu bölməliyik sürətə. Sürət eynidirsə, zamanın nisbətini tapmaq üçün elə gedilən yolun nisbətini tapsaq kifayətdir. Axı, gedilən yolla düz asılıdır, bərabərdir. Birinci halda çevrənin yarısını gəlir. Deyir, yarım çevrə boyunca. Çevrənin bütün uzunluğu 2 piyerdir. 2 piyerin yarısı qədər. İkinci halda isə diametr gəlir. Yəni 2R gəlir. 2R. Bərabərdir. R'lər getsə, 2'lər getsə qalır pi bölünsün 2. Doğru cavab olur Y variantı. 33. 2U bölünsün 3 nüyer. Onun düsturunu yazsaq 2-də 3 nü R T. Burada 2U'nu 3 nüyerə bölündə təbii ki, bir dənə T yoxdur da düsturda. T'ni tapsaq 2U bölünsün 3 nüyer olar. Ona görə doğru cavab olur Y variantı. 34. K açarını açdıqda hansı lampa daha gec sönər? Daha gec sönər, deməli hansı? Baxın, K açarını açanda buradakılar tez sönəcək. Daha gec sönər sarğac olan qol. Onda baxaq görək 1-dirmi, yoxsa 3-dürmü? Nəyə görə sarğac? Çünki sarğacda, bilmirəm, canlı şəkildə sarğac görmüşsək, çoxlu mis sarğılardan ibarət olur və orada cərəyan elə bir sarğacın özünün enerjisi olur axı. Orada enerji toplanır. Ona görə də bu söndürəndə onun orada toplanan enerjisi hesabına hələ o lampa biraz yanmış olacaq. Yəni bir neçə müddət, bir neçə saniyə mi deyim, saniyədən kiçik zaman mı deyim, digərləri anidən sönür, o amma birazca gec sönür.
onun hesabınadır. Daha gec sönər, daha uzun müddət yanmağı lazımdır da bunun. O da deməli necə olur? Bax burada hansının enerjisi çox olarsa, o daha çox lampaya enerji verə bilər də, işıq verə bilər. Onda enerji də L kvadrat bölü 2-dir. Baxın burada L var. L olduğuna görə L böyük olan daha çox enerji toplayacaq. Baxıram biri L-dir, biri 2L-dir. Hə, deməli hansının da daha gec sönər? 3-də. Niyə? Çünki 2L induktivlikli sarğac daha çox enerji toplayıb 3-ə daha çox enerji verəcək də. Yəni onu təmin eləyəcək. Birinciyə nisbətən daha çox təmin eləyəcək. Ona görə doğru cavab olur A variantı. 35 elektrik tutumunun hansı vahidlə ifadə olunur? Arzu edirəm ki, sizin hamınıza qəbula vahid sualı bu qədər asan düşsün. Tutumun vahidi faraddır. 36. Hansı qrafik açıq rəqs konturunu şüalandırdığı elektromaqnit dalğasının uzunluğunun konturun elektrik tutumundan asıllığını ifadə edir? Lambdanın düsturu 2pi kök altında LC-dir. Baxıram ki, C-dən kök altı düz asılıdır. Bu asıllıq da gedir 36-da B variantına olur. 37. Sarğacda yaranan öz-özünə induksiya EHG-sinin modulunun ondan axan cəryan şiddətinin dəyişmə sürətindən asıllıq qrafiki verilmişdir. Deməli, bizdən sarğacın enerjisini istəyir. Hə, biz epsilonu yazsaq, moduldur deyə mənfi yazmayacağım. L delta I bölünsün delta T'dir. Buradan gəlin L-i tapaq. L-i tapmaq üçün epsilonu delta I böl delta T'yə bölməliyəm. Məsələn, 0.8 qiymətini bölürəm 4-ə, eləyir 0.2. İndi gedib enerji yazanda L kvadrat bölü 2, i-nin də 3 qiymətini qoymalıyıq da yerinə. 0.2 vur 3-ün kvadratı bölü 2, bu da eləyir 0.9. Doğru cavab olur 37-də B variantı. 38. Dəyişən cəryan dövrəsində içliksiz sarğacın induktiv müqaviməti XL-dir. Sarğaca maqnit nüfuzluğu 800 olan içlik daxil eləsək, L burada 800 dəfə artacaq da, μ L0-a görə L-imiz 800 dəfə artır. İndi XL-in düsturu omega L idi. Bu da omega vurulsun μ L0. Bu 800 dəfə artdığına görə XL də 800 dəfə artacaq. Olacaq doğru cavab D variantı. Yəni əvvəl XL idi, indi 800 dəfə artdı, oldu 800 XL. 39. Şaquli yuxarı atılmış mərmi trayektoriyanın ən yuxarı nöqtəsində kütlələri M1M və M2 2M olan qəlbəyə parçalandı. Partlayış anında qəlbələrdən birincisinin kinetik enerjisi Y olarsa, ikincinin kinetik enerjisi nəyə bərabərdir? Deməli, baxın, burada partlayış anına qədər nə baş verib? Bu qalxıb yuxarıya, düzdürmü? Partlayış anında isə biri sağa, biri sola hərəkət edibdir. Burada partlayış anına qədər cisim Y oxu boyunca hərəkət edir də, yəni mərmi. Yəni X oxu boyunca hərəkət yoxdur. İndi burada impulsun saxlanma qanunu yazsaq, P öncə bərabərdir P sonraya. X oxu boyunca əvvəlki impulsu bunun 0-dır. Deməli ki, son impuls da 0 olmalıdır. Ona görə də indi necə baxarıq? İmpuls saxlanırsa, impulsları eynidirsə, bu Y kinetikin hansı düsturundan gedək? P kvadrat bölü 2M. Ki impuls sabit olsun, onda Y kinetik M-dən necə asılıdır? Tərs asılı. Y1-in Y2-yə olacaq M2-nin M1-ə. Burada da bizə birincini Y verib də. Y bölünsün Y2 bərabərdir. M2 2M bölünsün M. Bu eləyir 2. Buradan da Y2 bərabər olur. Y bölünsün 2. Yəni doğru cavab olur B variantı. 40-da sabit temperaturda həcm 1.3 dəfə artanda təzyiq nə edir? 1.3 dəfə azalır. Çünki izotermik prosesdə Boyle-Mariotte qanununda həcmlə təzyiq tərs mütənasib asılıdır. 41. Deməli 41-də iç-içə çevrələrdir. Mərkəzindən keçən ox ətrafında fırlanan diskdə omega və balaları deyirik biz buna. Omega və balaları nədir? Tezlik, period, dövrlərin sayı, bunlar zamandan asılı olmayaraq eyni olacaq. Ona görə də, daha doğrusu radiusdan asılı deyil də burada. Çünki bu radius fərqlidir. Biri daha böyükdür, digəri isə kiçikdir. Amma radiusdan fərqi yoxdur. İç-içə çevrələr olduğuna görə omegalar və balaları bərabər olacaq. Doğru cavab A variantı.
42. Bircins maqnit sahəsinin induksiya xəttlərinə perpendikulyar yerləşmiş naqildəki cəryan şiddəti 2 amper azalanda, yəni E2 son qiymət əvvəlkindən 2 amper az olanda, amper qüvvəsi son qiyməti əvvəlkindən 3 dəfə az olur. Bunu kəsr olmasın deyə əvvəlkini 3 dəfə böyük götürək. Onda burada da əvvəlki cəryanı 3 dəfə böyük götürə bilərik. Niyə? Çünki F amper bərabər IBL-dir də. Bircins maqnit sahəsidir, B-si eynidir. Naqilin uzunluğunu dəyişmir, eli eynidir. Sadəcə I ilə F amper dəyişir. Bunlar da bir-birindən düz asılıdır. İndi gətirib bu ikisinin bərabərliyini yazsaq. I2 bərabərdir. I1-in yerinə 3I2 çıxılsın 2. Burada da 2I2 bərabərdir 2. I2 bərabər 1. Onda I1 nəyə bərabər olar? I1 də I2 1-dirsə, bu da 3 olar da. Çünki 3 dəfə azalıb axı. 3 dəfə azalıb 1 olubsa, deməli əvvəl 3 idi də qiymət. Doğru cavab olur A variantı 42-də. 43. Sərbəst harmonik rəqs edən cismin sürətin proyeksiyasının zamandan asılılıq qrafiki. Mən sərbəst harmonik rəqs edirsə, doğru cavab olacaq D variantı. Çünki sürət zamana görə sinus və ya kosinus qanunu ilə dəyişir. Burada da sinus və ya kosinus qanunu ilə dəyişən təkcə D variantıdır. B-də sönən rəqsdir, amma sərbəst harmonik rəqs sönməyən rəqsdir. Ona görə biz B-ni götürə bilmərik. 44. İzolyator üzərinə qoyulmuş yüklü metal kürələr və onların arasındakı metal materialından hazırlanmış çubuqlar təsvir edilmişdir. Hansı hallarda kürələri aralarındakı çubuqla birləşdirdikdə yük bir kürədən digərinə keçər? Deməli, yükün bir kürədən digərinə keçməsi üçün gərək orada yük axını baş versin. Yük axını olması üçün də, məsələn, birinciyə baxıram, eyni ölçüdədir, eyni yükdədir. Birincidə yük axını olmayacaq da, təbii ki. Bir də ortada bu qoyulan materiala baxmalısınız. O material keçirici olmalıdır. Yəni, yükün axmasına şərait yaratmalıdır. Məsələn, mis yaradır, şüşə amma yaratmır. Demək ki, şüşədə olmayacaq. Metallar yaradır da əsas. Burada da birincidə olmayacaq. Nəyə görə? Ona görə ki, çünki deməli eyni ölçülüdür və eyni yükə malikdir də. Orada hansından hansına keçsin? Baxacaq ki, hər ikisi eynidir, qalacaq yerində. Amma ikinciyə baxın, biri 2R'dir, biri R'dir və misdir ortada olacaq. Burada da poladdır eyni. Ona görə də 2 ilə 4 B variantı. 45. Difraksiya qəfəsi üzərinə ağ işıq düşür. İkinci tərtib spektrdə hansı rəngli şüalar üçün meyletmə bucağı ən böyükdür? Deməli, meyletmə bucağı ən böyükdür. Yəni, meylidən hansı daha çoxdur? Difraksiya qəfəsində biz demişik ki, ən çox meyl eləyən bucaq qırmızıdır, ən az meyl eləyən bucaq bənövşəyidir. Burada da indi ən çox meyl eləyəni olacaq qırmızı. 46. Qazlarda vahid zamanda yaranan ion cütlərin sayı 1,4 dəfə artarsa, doyma cəryanın şiddəti necə dəyişər? Doyma bərabər N-yə olduğuna görə N-dən düz asılı olacaq. Ona görə də 1,4 dəfə artar. Davamı bunun bəsanı. Bir dəqiqə baxım. Davamı düşməyibdir. 46-dan sonra mən bu sınağı qrupa atanda heç özüm baxmamışam. 46-dan sonrası yoxdur PDF-də. Onda elə bura qədərini yoxlayarsınız, heç nə olmaz. Orada 4 dənə sual qalıb da, açıq suallar qalıbdır 4 dənə. Onlar da qalsın. Tapsam başqa PDF-dən qrupa atarım, tapmasam da qalar. Buracan hər şey aydın olarsa, mən sevinərəm ki, faydalanırsınız. Sınaq qrupumuza qoşulmaq istəsəz ki, ödənişsizdir, hər kəs qoşula bilər. Bu nömrənin WhatsApp ilə əlaqə saxlaya bilərsiniz. WhatsApp-da yazsaz sizə link atılacaq və link vasitəsilə keçid edə bilərsiniz. Qeyd edeyim ki, hər həftənin birinci günü qrupa əvvəllər 3 sınaq atırdıq. İndi qəbul imtahanına az qaldığına görə 4 sınaq atılır və 5-ci, 6-cı gün isə onun həll videosu göndərilir. İzləyirsiniz, başa düşmədikləriniz bir yer olarsa soruşursunuz və beləcə faydalanırsınız. Əgər videolarımızdan faydalanırsınızsa və kanalımıza abunə olmamışsınızsa hələ də sizdən abunə olmağınızı xahiş edirəm. Dəstəyinizi əsirgəmədiyiniz üçün təşəkkür edirəm. İnşallah gələn videolarda görüşərik. Hələlik.